OTK sınaq imtahanına salınmış növbəti sual izahına baxırıq. Kanala abunə olub, videoları bəyənin ki, hər gün bir neçə video paylaşıram və bu videolar sizin qarşınıza çıxsın. Birinci, belə bir çoxhədli verilib, bunu vuruqlara ayıracağım. Sonra belə bir çoxhədli verilib, bunu vuruqlara ayıracağım. Və ortaq olan vuruqları, baxın burada yazacağım ortada, yəni kəsişmə. Yerdə qalanları da bu hissəyə yazmalıyam, bir də bu hissəyə yazmalıyam. Amma əvvəlcə biz bu verilən çoxhədliləri vuruqlara ayıraq. X kubu çıx 64x. Gəlin bunu əvvəlcə vuruqlara ayıraq. X çıxır qabağa, qalır x kvadrat, çıxılsın 64. O da bərabər x vur. Bir dəfə x çıx 8 yazıram, bir dəfə də x üstə gəl 8 yazacağım. Bu oldu A çoxhədlisinin vuruqları. Sonra x kvadrat çıx 2x, çıx 48. Bunu vuruqlara ayıranda gəlin sıfıra bərabər eləyib köklərini tapaq. Köklər cəmi olacaq 2. Viet teoremini tətbiq edirəm. Köklər hasili olur mənfi 48. Və bu bərabərliyi də ödəyən köklər olur 8 və mənfi 6. x1 olur 8, x2 olur mənfi 6. Kökləri 8 və mənfi 6 olan tənliyi çoxhədlini necə vuruqlara ayıracağıq? X çıx 8 vur x plus 6. Kökü müsbətdirsə burada x çıx 8 formasında yazmalıyam. Kök mənfidirsə x üstə gəl 6 formasında yazmalıyam. Və baxıram burada ortaq olan vuruqları seçirəm. X çıx 8-lər ortaqdır. Və burada yazılacaq onda x çıx 8 ortada. Sonra x ilə x plus 8 yerdə qalıb bura yazılacaq. B çoxhədlisində də yerdə qalan vuruq x üstə gəl 6-dır. Bu da baxın bu formada yazılacaq və düzgün cavabımız baxın belə olacaq.